Şalvarın balağı bu cürə didilibsə, bunu təzədən bərpa etmək üçün tikişlər sökülməlidir, köbə açılmalıdır, tozdan təmizlənməlidir və yaş əski ilə ütülənməlidir. İndi bu cırıq yeri gözləyək. Qat yeri burada idi. Qatdalayanda indi bunu 2-5 millimetr qədər, bu qədər məsafədən tərs tərəfə qatdalayacaq. Əlimdə əvvəlcə kökləyəcəm, yerini salın. Dairəvi 5 millimetrdən köklədi. İndi bunu bir dəfə də aparım, ütülüyüm. 5 millimetr tikiş payı artdığına görə bu tikiş payının artıq hissəsini kəsib götürürük. Və gördüyümüz kimi əvvəlki tikişin yeri görsənir. Əgər hardan gəlsə tiksək, tikişin biri burada, birinin də yeri görsənəcək. Bizə lazımdır ki, bu qədər. Yəni 2 santimetr qədər olmalıdır. 2 santimetr bura düşür. Təxminən bu məsafədən qatdalayaq və sonra da tikişin bu hissəsi qalındır və bir dəfə, sonra ikinci dəfə qatdalayanda maşından keçirtmək çətin olur. Ona görə bunu, bax belə bu formada qatlanan qədər içəri kəsək və bir belə qatdalayaq bunu. Bir də bu qədər. Kök tikişləri köhnə tikiş yerinə təxminən düşür. Ancaq mən bu tərəfdən tikişi vuracağım ki, tam üstünə düşsün və 2 dənə xət görsənməsin. Tikəndə çalışdım ki, əvvəlki tikişin üstünə düşsün tikiş və tikişi qutaranda gəlib tikişdən 1-2 santimetr qədər də üstünə çıxmaq lazımdır ki, sökülməsin. Tikiş dəqiq üstündədir. İndi bu kök tikişlərini sökək. Saplarını kəsək. Bu artığı kəsə də bilərik, bura bərkidə də bilərik, fərq eləməz. Bir dəfə də ütülənir.
Şalvarın göründüyü kimi arxa hissəsində balağı belə cırılmış olur və bunu biraz qorumaqdan ötürü adətən köbəyə bax belə bir lent vurulur ki, sürtüləndə bu cırılsın və bu cırılandan sonra bərpa etmək üçün bunu söküb yenisi ilə əvəz eləmək olar. Yenə gizli tikişlə tikəcəyik. Həm bu tərəfdən, həm də bu tərəfdən. Bir dəfə də ütülənəndən sonra belə bir şey alırıq.